Məhz bu mövzunun gündəmə gəlməsi əməkdar artist Səbinə Babayevanın verdiyi müsahibə və onun paylaşımı oldu və Xətai rayonu ərazisində yerləşən Sevirən Parkındakı futbol meydançasının bağlı olması məsələsidir. İstərdim bu məsələ aydınlıq gətirəsiniz və elə sualı birbaşa verək. Niyə həmin parkdakı meydança, futbol meydançasının qapıları istifadəçilərə və yaxud da ki, Xətai rayon sakinlərinə bağlıdır? Aydındır. Deməli, o parkda Sevirən Parkıdır, sonra bizdə Gənclik Parkı vardı, böyük parklardır, Heydər Əliyev adına park vardı, Ukrayna dairəsinin yaxınlığında. Deməli, bəzi parklarda həqiqətən də elə meydançalar ödənişlidir. Nəyə görə? Deyək ki, vətəndaş onun müvafiq qurumlardan lisenziyası da vardı, onu idarə etmək üçün, işlətmək üçün və bizim bələdiyyədən də vergi qanunlarına uyğun olaraq rayon bələdiyyəsinə, Xətai bələdiyyəsindən onun sərəncam vardı, o qeydə alınması ilə bağlı müraciət edir bələdiyyə, bələdiyyədən də o qeydə alınır və vergi ödəyicisi kimi o da müvafiq qaydada deməli nağdsız şəkildə o vergini ödür ki, oradan da deməli parkın saxlanmasında da parka müvafiq xidmətlərin göstərməsi üçün istifadə edilir. Qaldı ki, o uşaqlarımız üçün, gənclərimiz üçün pulsuz meydançalarda bu günləri Xətai rayon ərazisində 100-dən artıq abadlaşdırılmış həyət vardı. Xüsusən də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ki, hansı bir layihəsi vardı, abad həyət layihəsi vardı ki, o abadlaşdırma çərçivəsində bu işlərin içərisində deməli nə daxildir ora? Həm mini futbol meydançaları, voleybol meydançaları, hətta şahmat meydançaları, kiçik yaşlı uşaqlar üçün əyləncə qurğuları quraşdırılır, gənclər üçün idman qurğuları, belə deyək də, yaşlı insanlar üçün dincəlməsi üçün günlüklərdir. Yəni, dediyim kimi də bütün yaşıllıq zolağı, bugünkü günü 100 hektardan artıq əraziyə yaşıllaşdırma aparılıb bu illər ərzində. Yəni, onların hamısı da pulsuzdur. Yəni, həyətlərdə biraz burada bir məntiq də var. Deyək ki, hər hansı bir deyək ki, Gənclik Parkında və yaxud da ki, həmin dediyimiz o Sevirən Parkında insanlar oraya gəzintiyə gəlibdirsə də orada futbol əsasən məhəllələrə yaxın yerlərdə o idman qurğuları. Niyə fenomen olmaz ki, gəzmək istəyən parkda gəzsin, futbol oynamaq istəyəndə futbol oynasın? Aydın, yəni mən sözgəlişi bunu dedim. Dediyim ondan ibarətdir ki, bunların hamısı qanun çərçivəsində həyata keçirilir. Bunun heç birisi də deyək ki, şəxsi insan tərəfindən, fərd tərəfindən həyata keçirilir. Bu müvafiq qurumlardan lisenziya alınır. Ondan sonra dediyim kimi bələdiyyəyə vergi ödəyicisi kimi qeydiyyata götürülür və ondan da bu formada da istifadə edilir. Qeyd etdiyiniz izahlar və yaxud da ki, münasibətiniz kifayət qədər maraqlıdır. Sadəcə məndə bu zaman belə bir sual yaranır. Təbii ki, qeyd etdiyiniz verirsiniz həmin o vergi ödəyicisinə, kimsə oranı işlədir və bəlli bir saatlar ödəniş qarşılığında həmin o saatlarda gəlib orada futbol meydançalarından istifadə edirlər. Amma həmin zaman artıq qapıda qıfıl varsa, demək ki, ora boşdur. Bu saata alan yoxdur. Həmin o boş saatlara kimsə gəlib orada sadəcə olaraq qaçmaq istəyir və yaxud da ki, övladı ilə top qovmaq istəyir. Onlar üçün bu şəraiti yaratmaq heç mi mümkün deyil? Həmin o məkanı kiməsə icarə verərkən belə bir tələb irəli sürmək mümkün deyilmi? Yox, əlbəttə, bu da o verilən təkliflərdən biri kimi hesab olunar. Onu artıq o işlədən adamdan yəni ki, razılaşdırmaq olar. Cədvələ bölünsün, verildi, bu saat məsəl üçün elə vardı. Bizim məktəblərimizin, böyük məktəblərimizin həyətində ki, hansı ki, elə bir mini stadionda bir zallar tikilibdir və o zallarda gün ərzində həmin məktəb üçün bütün səhərdən axşama doğru o məktəblər orada dərs keçirirlər, orada istifadə edirlər. Axşam saatlarında isə artıq o dediyimiz kimi ödənişli qaydada olur. Yəni, bu mümkün olan bir şeylər və bunları da biz imkan daxilində də səmimi deyəcəm, biz eləyirik. Xətai rayon icra hakimiyyəti olaraq, Xətai rayon bələdiyyəsi olaraq bu parkları biz tikirik nəyə görə? İnsanlarımızın asudə vaxtını səmərəli keçirməyini ötər. Bir də pulsuz futbol meydançaları qeyd ediniz ki, başqa parklarda da var, eyni zamanda məhəllələrdə də nümunələri qeyd ediniz. Mən istədim, Sevirən Parkı ətrafında yaşayan insanların, onların yaşadıqları ərazidə, elə parklarda və yaxud da ki, digər pulsuz meydançaların sayı ilə bağlı bir informasiyamız varmı? Elə bir
Demək olar ki, həyətlərin böyük əksəriyyətində, xüsusən də o MTK-lar tikilən həyətlərdə onların hamısında həyətində vardı. Qaldı ki, bizim məsəl üçün deyək ki, Heydər Əliyev adına lisey vardı. O liseyində o məhəllənin uşaqları orada çox rahat şəkildə gözəl də deməli stadiondur. Özümüzün də rayon üzrə bəzi yarışlarımızın, futbol yarışlarımızın, elə Gənclər İdman Nazirliyi ilə birgə keçdiyim yarışlarımızın böyük əksər yekunları o meydançada keçilir. Yəni vardı. Bəzi məktəblərimizdə dediyim kimi elə məktəbin həyətlərində bizim uşaqlarımız çox rahat şəkildə. Onlarda da məhz xalça örtüktür, yəni süni ot örtüktür. Var, süni ot olanlar da, süni xalçalar olanlar var ki, dediyim kimi, yəni biz orada uşaqların heç bir uşaqlara xəta rayonundan söhbət gedir. Heç bir uşağa heç bir məhdudiyyət qoyulmayıbdır. Yəni bu birisi necədir? Belə o dediyimiz o ödənişli xüsusən böyüklər üçündür, insanlar üçündür. Yəni ki, onlar üçün ödənişli onlar. Ancaq dediyim kimi məhəllələrimizdə demək olar ki, bütün həyətlərdə dedim bu 100-dən artıq hansı ki, abad həyət var, bu gün də o işlər davam etdirilir. Hamısında mütləq və mütləq mini meydançalar tikilir.